Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda rəqəmsal dövlət və suverenlik anlayışlarının mahiyyəti, konstitusiya islahatlarında onların nəzərə alınmasının vacibliyi, beynəlxalq təcrübələr, o cümlədən ölkəmizin bu sahədə atdığı addımlar haqqında danışacağıq. Konstitusiya islahatları hər bir ölkənin hüquqi və siyasi sisteminin müasir tələblərə uyğunlaşdırılması üçün mühüm addımdır. Xüsusilə Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan artıq 30 ilə yaxın vaxt keçir və bu müddət ərzində dünya yeni texnoloji mərhələyə qədəm qoyub. Rəqəmsal transformasiya, elektron hökumət sistemləri və kiber təhlükəsizlik kimi mövzular 1990-cı illərin ortalarında bu qədər aktual olmasa da, bugün konstitusiya müzakirələrinin vacib bir hissəsinə çevrilir. Cəmiyyət inkişaf etdikcə və yeni çağırışlar meydana çıxdıqca, dövlətlərin əsas qanunu olan konstitusiyalarda bu dəyişiklikləri əks etdirmək üçün yenilənməlidir. Xüsusilə son 10 illiklərdə baş verən rəqəmsal inqilab və qloballaşma prosesləri dövlət idarəçiliyində və suverenlik anlayışına ciddi təsir göstərir. Bu şəraitdə rəqəmsal dövlət konsepsiyası və milli suverenliyin qorunması məsələləri konstitusiya islahatları kontekstində xüsusi əhəmiyyət kəsb edir. Rəqəmsal texnologiyaların sürətlə yayılması dövlətlərin fəaliyyət üsullarını dəyişdirir. Artıq bir çox ölkələr dövlət xidmətlərini elektron müstəviyə keçirir. Elektron hökumət sistemini qurur və vətəndaşlarla dövlət orqanları arasında əlaqəni rəqəmsal platformalar üzərindən həyata keçirirlər. Bu cür rəqəmsal dövlət quruculuğu bir tərəfdən dövlət xidmətlərinin səmərəliliyini və şəffaflığını artırır, digər tərəfdən isə yeni hüquqi tənzimləmələrə ehtiyac yaradır. Eyni zamanda rəqəmsallaşma dövründə milli suverenlik anlayışı da yenidən nəzərdən keçirilir. Dövlətlər kiber məkan da daxil olmaqla öz səlahiyyət və nüfuzlarını qorumağa çalışırlar. Ümumiyyətlə, suverenlik dövlət hakimiyyətinin müstəqilliyini və ali hakimiyyət səlahiyyətlərini ifadə edən əsas anlayışlardan biridir. Tarixi olaraq Vestfaliya sülhü ilə formalaşan ənənəvi suverenlik konsepsiyasına görə hər bir dövlət öz ərazisi üzərində müstəsna və bərabər suverenliyə malikdir. Yəni, dövlətlər bir-birinin daxili işlərinə qarışmamalı və hər bir ölkə beynəlxalq münasibətlər sistemində bərabər hüquqlu subyekt kimi tanınmalıdır. Konstitusiyalar da adətən suverenliyin mənbəyini və daşıyıcısını müəyyən edir. Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsinə görə Azərbaycan xalqı dövlət hakimiyyətinin yeganə mənbəyi hesab olunur. Bir çox ölkələrin konstitusiyalarında dövlət hakimiyyətinin yeganə mənbəyinin xalq olduğu qeyd olunur və bu da suverenliyin xalqdan qaynaqlandığını göstərir. Müasir dövrdə qloballaşma, beynəlxalq hüququn inkişafı və informasiya axınlarının sürətlənməsi nəticəsində suverenlik anlayışı müəyyən dəyişikliklərə məruz qalır. Dövlətlər artıq təkcə ərazi hüdudlarında deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində birgə qərarlar qəbul edir. Qlobal iqtisadi və siyasi sistemin bir hissəsinə çevrilirlər. Məsələn, Avropa İttifaqına üzv olmuş dövlətlər iqtisadi və siyasi sahədə bəzi suveren səlahiyyətlərini ortaq qurumlara təhvil verirlər. Yəni, bununla da suverenliyin ortaq həyata keçirilməsi modeli yaranmışdır. Xüsusilə rəqəmsal dövrdə suverenlik yeni müstəviyə keçir. İnternetin və qlobal şəbəkələrin yayılması ilə informasiya sərhəd tanımadan dolaşır. Çox millətli texnoloji şirkətlər və sosial media platformaları ictimai rəyə təsir göstərə bilir. Bu səbəbdən rəqəmsal eranın başlanması ilə dövlət suverenliyi anlayışı daha da mürəkkəb şəkil alır. Artıq bir dövlətin suverenliyindən danışarkən yalnız qanunların tətbiq imkanı kifayət etmir. Kiber məkanda nəzarət və milli maraqların qorunması da vacib olur. Rəqəmsallaşma və platformalaşma, yəni böyük rəqəmsal platformaların yaranması nəticəsində
Hökumətlər öz vətəndaşlarının məlumat axınını və kiber təhlükəsizliyini təmin etmək üçün əlavə addımlar atmalıdırlar. Bununla yanaşı, suverenliyin demokratik prinsiplərə uyğun həyata keçirilməsi, məsələn, rəqəmsal sahədə dövlət hakimiyyətinin hesabatlığı və şəffaflığı müzakirə mövzusudur. Konstitusiya islahatları aparılarkən dövlət suverenliyinin bu reallıqlarını nəzərə almaq zəruridir. Konstitusiya dövlətin əsas quruluşunu və hakimiyyət bölgüsünü müəyyən edən sənəd kimi suverenliyin həm ənənəvi anlayışını, həm də kiber məkanda suverenlik kimi yeni aspektlərini əhatə edə bilər. Bu bir tərəfdən dövlətin milli təhlükəsizliyini və müstəqilliyini gücləndirir. Digər tərəfdən isə qlobal şəbəkələrdə beynəlxalq öhdəliklərə riayət etmək balansını tapmağı tələb edir. Rəqəmsal dövlət anlayışı dövlət idarəçiliyinin və xidmətlərinin rəqəmsal texnologiyalar vasitəsilə həyata keçirilməsini ifadə edir. Bu konsepsiya özündə elektron hökumət, rəqəmsal demokratiya, elektron ədliyyə, rəqəmsal seçki texnologiyaları və ictimai idarəetmənin rəqəmsal nəzarəti kimi komponentləri birləşdirir. Sadə dildə desək, rəqəmsal dövlət, dövlətin funksiyalarının internet və müasir informasiya kommunikasiya texnologiyaları üzərindən icra edilməsidir. Məsələn, vətəndaşların onlayn şəkildə arayış alması, elektron imza ilə sənədlərin təsdiq olunması, dövlət qurumlarının məlumat bazalarının inteqrasiyası kimi addımlar rəqəmsal dövlət quruculuğunun nümunələridir. Rəqəmsal dövlətin məqsədi vətəndaşlara daha rahat, sürətli və şəffaf xidmətlər təqdim etməkdir. Eyni zamanda dövlət orqanlarının işini səmərələşdirir. Xüsusilə 2020-ci ildə başlayan COVID-19 pandemiyası dövlətlərin rəqəmsal həllərə nə qədər ehtiyacı olduğunu göstərdi. Pandemiya zamanı onlayn təhsil, rəqəmsal sağlamlıq sertifikatları, məsələn, COVID pasportları və uzaqdan iş kimi yanaşmalar geniş əhatə olundu və bu da rəqəmsal dövlət sistemlərinin əhəmiyyətini bir daha sübut etdi. Rəqəmsal dövlətin qurulması cəmiyyətə bir sıra üstünlüklər gətirir. Məsələn, elektron xidmətlər sayəsində müraciətlərə baxılma müddəti qısalır. Kağız üzərindən aparılan bürokratik prosedurlar azalır. Bu həm vaxt, həm də resurslara qənaət etmək deməkdir. Rəqəmsal platformalarda vətəndaşlar müraciətlərinin gedişatını izləyə bilir. Dövlət məlumatları açıq hökumət prinsipi ilə paylaşır. Nəticədə məmur vətəndaş təmaslarında şəffaflıq artır, korrupsiya riskləri azalır. Xidmətlərin onlayn əlçatan olması vətəndaşların məmnuniyyətini yüksəldir. Onların dövlət idarəetməsində iştirakını asanlaşdırır. Məsələn, onlayn sorğular, petisiyalar və ictimai müzakirələr vasitəsilə vətəndaşlar qərar qəbul etmə prosesinə töhfə verə bilirlər. Digər tərəfdən rəqəmsal dövlət eyni zamanda ölkədə innovativ IT sektorunun inkişafına təkan verir. Elektron hökumət layihələri yeni texnologiyaların tətbiqini stimullaşdırır, rəqəmsal iqtisadiyyatı formalaşdırır. Lakin rəqəmsal transformasiya ilə yanaşı bir sıra problemlər də ortaya çıxa bilir. Məsələn, cəmiyyətdə bütün təbəqələrin bərabər şəkildə internetə və rəqəmsal xidmətlərə çıxışı yoxdur. Ümumdünya statistikasına əsasən, hələ də milyardlarla insan internetə qoşulmur. Yalnız dünya əhalisinin yarıdan bir qədər çoxu internet istifadəçisidir. Bu o deməkdir ki, rəqəmsal dövlət xidmətləri hər kəsə əlçatan olmayacaq və ucqar regionlar, yaşlı nəsil yaxud da ki, aşağı gəlirli qruplar bu xidmətlərdən kənarda qala bilər. Digər tərəfdən dövlət sistemlərinin rəqəmsallaşdırılması onları kiber hücumlara qarşı həssas edir. Haker hücumları, məlumat sızmaları, kritik infrastrukturun iflic edilməsi, məsələn, energetika və bank sistemlərini misal göstərə bilərik. Məsələn, bu kimi təhlükələr mövcuddur. Elektron hökumət platformalarının etibarlılığı üçün güclü kiber təhlükəsizlik tədbirlərinin görülməsi vacibdir.
Həmçinin rəqəmsal dövlət daha çox həcmdə şəxsi məlumatların emal olunmasını tələb edir. Vətəndaşların şəxsi məlumatlarının dövlət bazalarında toplanması məxfiliklə bağlı narahatlıqlar doğura bilər. Əgər hüquqi çərçivə və texniki təminat yetərincə deyilsə, şəxsi məlumatların sızması və ya icazəsiz istifadəsi riski yaranır. Həmçinin rəqəmsal sahə o qədər sürətlə inkişaf edir ki, qanunvericilik bəzən ona çatmaqda çətinlik çəkir. Yeni texnologiyalar, məsələn, big data analizi, süni intellekt və blockchain sistemləri, bunlar ortaya çıxdıqca bunların istifadəsini tənzimləyəcək qanun və qaydaların da yenilənməsi labüddür. Konstitusiya və qanunlar rəqəmsal reallığa uyğunlaşmazsa, hüquqi boşluqlar yaranıb sui-istifadəyə şərait yarana bilər. Göründüyü kimi, rəqəmsal dövlətin qurulması böyük faydalar versə də, onun uğurlu tətbiqi üçün həm texnoloji, həm də hüquqi sosial məsələlərin kompleks şəkildə həll olunması zəruridir. Rəqəmsal dövlətin uğurla qurulması üçün müvafiq hüquqi bazanın yaradılması vacibdir. Bu hüquqi çərçivə sadəcə adi qanun və qaydaların deyil, həm də ölkənin əsas qanunu olan konstitusiyanı əhatə edir. Belə ki, konstitusiya islahatları aparılarkən rəqəmsal dövləti möhkəmləndirən prinsiplərin konstitusiyada öz əksini tapması bu sahədə sonrakı qanunvericilik üçün sağlam təmal yaradır. Məsələn, konstitusiyada informasiya əldə etmək azadlığı, məxfilik hüququ, şəxsi məlumatların qorunması, internetə çıxış imkanı kimi maddələrin olması rəqəmsal cəmiyyətin formalaşmasına töhfə verə bilər. Bir sıra ölkələr artıq konstitusiya səviyyəsində belə təminatları həyata keçirməyə başlamışdır. Konstitusiyada rəqəmsal inkişafla bağlı müddəaların daxil edilməsinin bir neçə aspekti vardır. Məsələn, birincisi, fundamental hüquqların rəqəmsal sahədə qorunması. Belə ki, rəqəmsal dövrdə ifadə azadlığı, məlumat azadlığı, şəxsi həyatın toxunulmazlığı kimi hüquqlar internet mühitində də təmin olunmalıdır. Bir çox ölkələrin ali qanunlarında söz və məlumat azadlığı onsuz da mövcuddur. BMT-nin İnsan Hüquqları Şurası da dəfələrlə bəyan etmişdir ki, offline mühitdə insanların sahib olduğu hüquqlar onlayn mühitdə də qorunmalıdır, yəni tanınmalıdır və qorunmalıdır. Lakin konstitusiya islahatı zamanı bu hüquqların rəqəmsal formatda, məsələn, internetdə fikir bəyan etmə, onlayn media azadlığı kimi hüquqlar da eyni dərəcədə qorunduğu konstitusiyada vurğulana bilər. Digər tərəfdən elektron hökumətin hüquqi tanınması məsələsi vardır. Belə ki, dövlət xidmətlərinin elektron təqdimatı, elektron imzanın rəsmiliyi, onlayn səs vermə kimi məsələlərin hüquqi əsası olmalıdır. Konstitusiya islahatları zamanı seçkilərin və referendumların elektron vasitələrlə keçirə biləcəyinə dair müddəalar daxil edilə bilər. Bu, gələcəkdə elektron səs vermə kimi tətbiqlərin legitimliyi üçün zəruri ola bilər. Həmçinin internetə çıxış və rəqəmsal iştirak məsələləri də aktualdır. Belə ki, müasir dünyada internetə çıxış imkanları getdikcə fundamental ehtiyac sayılır. Hətta bəzi ölkələr internetə çıxışı konstitusiyon hüquq səviyyəsinə yüksəldiblər. Məsələn, Meksika 2013-cü ildə internetə çıxışı hər bir vətəndaşın konstitusiyon hüququ kimi tanıyan ilk ölkələrdən biri olubdur. Bu addım rəqəmsal bərabərliyi təmin etmək və vətəndaşların onlayn xidmətlərə çıxışını xüsusi təminat altına almaq məqsədi daşıyır. Həmçinin idarəetmədə şəffaflıq və hesabatlıq prinsipləri də konstitusiya islahatlarında nəzərə alına bilər. Belə ki, konstitusiya islahatlarında dövlət orqanlarının fəaliyyətinə şəffaflığın və ictimai iştirakçılığın rəqəmsal platformalar vasitəsilə təmin olunacağı barədə prinsiplər müəyyən edilə bilər. Bu, hökumətin açıq məlumat siyasətini, ictimai informasiya sistemlərinin
inkişafını konstitusion səviyyədə təşviq edə bilər. Beləliklə, rəqəmsal dövlət quruculuğu konstitusiya islahatlarının həm predmetindən biri, həm də zəruri şərti kimi çıxış edir. Əsas qanunda rəqəmsal dövrün tələblərinə uyğun düzəlişlər edilməsi, sonrakı qanunvericilik aktlarında bu sahənin təkmil şəkildə tənzimlənməsi üçün yol açır. Bunun nəticəsində də vətəndaşların rəqəmsal hüquq və imkanları təmin olunur, dövlətin yeni texnologiyalara uyğunlaşması hüquqi cəhətdən təsbit edilmiş olur. Kiber suverenlik məsələsinə gəldikdə isə, kiber suverenlik dövlətin öz rəqəmsal məkanı üzərində suveren hüquqlarını həyata keçirməsi ideyasını ifadə edir. Yəni, hər bir dövlətin internet məkanında milli təhlükəsizliyini təmin etmək, milli qanunları tətbiq etmək və informasiya axınına nəzarət etmək səlahiyyəti olmalıdır. Bu anlayış son illərdə beynəlxalq müzakirələrdə aktuallaşıb. Bəzi ölkələr kiber suverenliyi ön plana çəkərək bildirirlər ki, internet üzərində tam milli nəzarət olmalıdır. Məsələn, Çin və Rusiya beynəlxalq platformalarda kiber suverenlik prinsipini faal şəkildə müdafiə edirlər. Yəni, hər bir ölkə öz internet segmentinə tam hakim olmalıdır. Çin hökuməti internet üzərində geniş filtrləmə və nəzarət sistemi qurubdur. Məsələn, Böyük Çin səddi adlanan internet firewall-u formalaşdırıbdır ki, bu xarici platformalara çıxışı məhdudlaşdırır. Rusiyada da 2019-cu ildə suveren internet qanunu qəbul olunub və zəruri halda ölkə öz internetini qlobal şəbəkədən ayırmağa imkan verən infrastruktur hazırlayır. Bu addımlar dövlətlərin kiber məkanda da ərazi suverenliyi prinsipini tətbiq etmək cəhdidir. Digər bir aspekt ondan ibarətdir ki, qlobal şəbəkə və texnologiya şirkətləri suverenlik müzakirələrinə yeni aspekt əlavə ediblər. Belə ki, Facebook, Google kimi qeyri-məhdud auditoriyaya malik olan platformalar çoxsaylı dövlətlərdə milyonlarla istifadəçiyə çata bilirlər. Onların məzmun siyasətləri bəzən yerli qanunlarla ziddiyyət təşkil edir. Beləliklə, kiber suverenlik münasibətlərində dövlətlərlə yanaşı transmilli şirkətlər də əhəmiyyətli aktorlara çevrilir. Bunun əksinə olaraq bir çox qərb ölkələri internetin açıq və qlobal xarakterinin saxlanılmasını vurğulayır. Baxmayaraq ki, onlar kiber cinayətkarlıqla mübarizə və milli təhlükəsizlik üçün müəyyən məhdudiyyətlər tətbiq edirlər. Rəqəmsal məlumatın mühafizəsi də suverenlik kontekstində önəmlidir. Şəxsi məlumatların qorunması həm vətəndaşların hüquqlarının müdafiəsi, həm milli təhlükəsizlik baxımından əhəmiyyətlidir. Beynəlxalq təcrübədə Avropa İttifaqının 2018-ci ildə qüvvəyə minmiş Ümumi Məlumat Mühafizəsi Reqlamenti GDPR fərdi məlumatların qorunması sahəsində qızıl standart hesab olunur və bir çox ölkələr öz qanunlarını bu prinsipə uyğunlaşdırırlar. Bir çox dövlətlər məlumatların ölkə hüdudlarından kənara çıxmasına nəzarət etməyə çalışırlar. Məsələn, bəzi ölkələrdə qanunlar vətəndaşların məlumatlarının ölkə daxilində saxlanılmasını tələb edirlər. Yəni, verilənlərin lokallaşdırılmasından söhbət gedir. Azərbaycanda da rəqəmsal məlumat təhlükəsizliyinin təmin olunmasına yönəlik addımlar atılır. 2009-cu ildə Azərbaycan Respublikasının Konstitusiyasında edilən dəyişikliklərdə şəxsi məlumatların qorunması hüququ konstitusion səviyyədə təsbit olunubdur. Daha sonra şəxsi məlumatlar haqqında qanun 2010-cu ildə qəbul olunaraq bu sahədə detallı tənzimləmə müəyyən olunubdur. Kiber təhlükəsizlik sahəsində də Azərbaycan 2008-ci ildə Avropa Şurasının Kiber Cinayətkarlıq Konvensiyasına, bu Budapeşt Konvensiyasıdır, qoşulubdur. Eyni zamanda Milli CERT, Computer Emergency Response Team mərkəzlərini yaradaraq kiber insidentlərə qarşı operativ reaksiya vermək infrastrukturunu formalaşdırır.
Kibersuverenlik mövzusu beynəlxalq aləmdə bəzən mübahisəli qarşılanır. Bir tərəfdən hər bir dövlət öz vətəndaşlarının rəqəmsal təhlükəsizliyini qorumaq və kritik məlumat infrastrukturunu müəyyən etmək hüququna malikdir. Digər tərəfdən də internetin qlobal təbiəti səbəbindən yalnız milli səviyyədə ciddi məhdudiyyətlər qoymaq ifadə azadlığına və qlobal informasiya azadlığına, axınına daha doğrusu zərər vura bilər. Buna görə ölkələr arasında balanslı yanaşma axtarışları gedir. Həm beynəlxalq əməkdaşlıq, məsələn, kiber cinayətlərlə mübarizədə qarşılıqlı yardım, həm də milli maraqların qorunması birlikdə nəzərə alınır. Azərbaycanın mövqeyi də bu balansın qorunmasına yönəldir. Ölkəmizdə beynəlxalq hüquq və öhdəliklərə, ölkəmiz, yəni beynəlxalq hüquq və öhdəliklərə sadiq qalaraq öz rəqəmsal məkanında qanun pozuntularına qarşı mübarizə aparır və eyni zamanda vətəndaşların məlumatlarının təhlükəsizliyini gücləndirir. Dünyanın müxtəlif ölkələri rəqəmsal dövlət quruculuğu və suverenlik məsələlərinə müxtəlif yanaşmalar tətbiq edirlər. Məsələn, Estoniya kimi qabaqcıl ölkələrdən biri demək olar ki, tam rəqəmsal dövlət modelini gerçəkləşdiribdir. Estoniya dövləti vətəndaşlara bütün dövlət xidmətlərini onlayn şəkildə təqdim edir və 2024-cü ilin sonunda boşanma müraciətləri də daxil olmaqla 100% elektron dövlət xidmətlərinə nail olunur. Bu digər ölkələr üçün bir nümunədir. Yəni, rəqəmsal texnologiyalar vasitəsilə dövlət idarəçiliyində maksimum səmərəliliyə çatmaq mümkündür. Koreya, məsələn, Cənubi Koreya, Singapur, Danimarka kimi ölkələr də BMT-nin elektron hökumət indeksində liderlik edən ölkələrdir. Geniş zolaqlı internet infrastrukturu və hərtərəfli elektron xidmətlər sistemi qurublar. Onlar rəqəmsal innovasiyaları dövlət sektoruna inteqrasiya etməklə həm iqtisadiyyatda rəqabət qabiliyyətini artırır, həm də vətəndaş məmnunluğunu yüksəldirlər. Digər tərəfdən Çin kimi ölkələr rəqəmsal suverenliyə xüsusi önəm verərək internet üzərində ciddi dövlət nəzarəti modelini formalaşdırır. Bayaq dediyimiz, yəni böyük Çin səddi firewall-u. Avropa İttifaqı isə rəqəmsal sahədə şəxsi məlumatların mühafizəsi və rəqabət mühitinin tənzimlənməsi, məsələn, iri texnologiya şirkətlərinin nəzarətdə saxlanması kimi, yəni bu mühitin tənzimlənməsi ilə fərqlənir. Həmçinin Avropa İttifaqı ölkələri rəqəmsal suverenliyi təmin etmək üçün strateji texnologiyalarda özünü təmin etməyə çalışır. Məsələn, Avropa bulut infrastrukturlarının milli məlumat mərkəzləri və platformalarının qurulması və xarici texnoloji təsisatçılardan asılılığın azaldılması istiqamətində addımlar atılır. Bəzi beynəlxalq təcrübədə rəqəmsal dövlətin qurulması bir çox model üzrə inkişaf edir. Əsasən iki model üzrə, yəni bir açıq və qlobal internetə önəm verən yanaşmadır. İkincisi isə milli nəzarətə üstünlük verən yanaşmadır. Ölkəmiz öz növbəsində son illərdə rəqəmsal dövlət istiqamətində ciddi addımlar atıbdır və islahatlar həyata keçiribdir. Ölkədə elektron Azərbaycan proqramları çərçivəsində dövlət xidmətlərinin elektronlaşdırılması davam edir. Xüsusilə Asan xidmət mərkəzləri və portalı dövlət xidmətlərinin bir pəncərədən və elektron qaydada təqdim edilməsinə uğurlu təcrübədir. Azərbaycan Asan modeli beynəlxalq aləmdə də tanınır. 2015-ci ildə Asan xidmət dövlət xidmətlərinin təşkili sahəsində göstərdiyi yeniliklərə görə BMT-nin dövlət xidməti mükafatına layiq görülübdür. Hazırda ölkədə MyGov vahid elektron hökumət portalı vasitəsilə onlarla xidmət onlayn rejimdə əlçatandır. Elektron imza və rəqəmsal şəxsiyyət vəsiqəsi təsdiq olunur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə Azərbaycan
rəqəmsal siyasətə dair 2024-2026-cı illəri əhatə edən strategiyasını 3 əsas istiqamətdə qurur. Elektron hökumətin təkmilləşdirilməsi, məlumatların biznes və vətəndaşlar üçün əlçatanlığının təmin olunması və rəqəmsal cəmiyyətin formalaşdırılması. Bu strategiya çərçivəsində açıq hökumət məlumatlarının paylaşılması, rəqəmsal iqtisadiyyatın inkişafı, regionlarda internet infrastrukturunun yaxşılaşdırılması kimi tədbirlər həyata keçirilir. Görülən işlərin nəticəsi olaraq Azərbaycan beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırır. Məsələn, BMT-nin elektron hökumət inkişafı indeksinin son hesabatında Azərbaycan 2018-2022-ci illər dövründə ciddi irəliləyiş əldə edərək yüksək elektron hökumət inkişafı kateqoriyasına daxil olmuşdur. 2023-cü ildə ölkə bu indeksdə əvvəlki illə müqayisədə 9 pillə yüksələrək 193 ölkə arasında 74-cü yeri tutmuşdur və ilk dəfə çox yüksək inkişaf qrupuna daxil olmuşdur. Bu uğur göstərir ki, rəqəmsal islahatlar sahəsində atılan addımlar öz bəhrəsini verir. Eyni zamanda Azərbaycanda kiber təhlükəsizlik və rəqəmsal savadlılıq istiqamətində də layihələr icra olunur. Ölkə rəqəmsal dövlət quruculuğunda həm qabaqcıl beynəlxalq təcrübədən yararlanmağa, həm də özünə məxsus həllər tətbiq etməyə davam edir. Yekun olaraq qeyd etmək olar ki, rəqəmsal dövlət quruculuğu və suverenlik məsələləri müasir dövrün hüquqi dövlətinin inkişafında mühüm hala gəlir. Konstitusiya islahatları aparılarkən bu reallıqlar mütləq nəzərə alınmalıdır. Dövlətin əsas qanunu cəmiyyətin rəqəmsal transformasiyasına cavab verməlidir. Yəni, vətəndaşların yeni texnologiyalar dövründə hüquq və azadlıqlarını təmin etməlidir. Eyni zamanda milli suverenlik prinsipinin kiber məkanda qorunması, lakin qlobal inkişafa açıq olması da vacibdir. Konstitusiya islahatlarında və ümumiyyətlə dövlət siyasətində aşağıdakı tövsiyələr önə çəkilə bilər. Məsələn, ilk növbədə rəqəmsal hüquqların konstitusiyada təsbiti, yəni konstitusiyada və qanunvericilikdə internetə çıxış, rəqəmsal xidmətlərdən istifadə, şəxsi məlumatların qorunması kimi hüquqlar aydın şəkildə ifadə olunmalıdır. Bu, rəqəmsal cəmiyyətin fundamental əsaslarını möhkəmləndirir. Digər tərəfdən, kiber təhlükəsizlik və məlumatların mühafizəsi məsələləri də konstitusiyaya daxil edilə bilər. Məsələn, dövlət səviyyəsində kiber təhlükəsizlik strategiyasının belə deyək də gücləndirilməli olan kritik, məsələn, rəqəmsal infrastrukturlarının qorunması ilə əlaqədar, şəxsi məlumatların təhlükəsizliyinə dair sərt standartların tətbiq olunması kimi. Konstitusiya islahatları zamanı da milli təhlükəsizliyi təhdid edən kiber fəaliyyətlərə qarşı belə deyək, tədbirlərə imkan verən xüsusi mexanizmlər nəzərdən keçirilə bilər. O cümlədən rəqəmsal savadlılıq və inklüzivlik məsələləri rəqəmsal dövlətdən hamının faydalanması üçün əhali arasında rəqəmsal savadlılıq artırılmalıdır. Rəqəmsal uçurumun aradan qaldırılması, yəni regionlar arası, həmçinin sosial təbəqələr arası internet və texnologiya imkanlarındakı fərqlərin azaldılması dövlət siyasətinin prioriteti olmalıdır. Konstitusiya islahatları kontekstində bu məqsədlərə çatmaq üçün sosial öhdəliklər və vəzifələr nəzərə alına bilər. Əlavə olaraq, beynəlxalq əməkdaşlıq və öhdəlik məsələləri də, yəni rəqəmsal mühit sərhəd tanımadığı üçün Azərbaycan beynəlxalq təşəbbüslərdə fəal iştirak etməli. Bu, qlobal kiber təhlükəsizlik və rəqəmsal idarəçilik standartlarına qoşulmalıdır. Məsələn, bu sahədə beynəlxalq konvensiyalara uyğun addımlar atmaq suverenliklə qlobal məsuliyyət arasında
balans yaratmağa kömək edəcəkdir. Və hüquqi çevikliyin təmin olunması məsələsi. Bu, yəni texnologiya sürətlə dəyişdiyi üçün hüquq sistemi də adaptiv olmalıdır. Konstitusiya çərçivəsində elə prinsiplər qoyulmalıdır ki, gələcəkdə yeni rəqəmsal yeniliklər ortaya çıxanda qanunvericilik onları qarşılamağa hazır olsun. Məsələn, texnologiyadan asılı olmayan ümumi hüquqi yanaşmalar, texnoloji neytrallıq prinsipi tətbiq oluna bilər. Nəticə etibarilə rəqəmsal dövlət quruculuğu və suverenlik məsələləri bir-biri ilə əlaqəli şəkildə düşünülməlidir. Konstitusiya islahatları bu sahədə bir vizyon ortaya qoyaraq həm dövlət idarə etməsinin müasir texnologiyalara uyğunlaşmasını təmin etməlidir, həm də vətəndaşların hüquqlarını qorumalıdır. Bu balansı düzgün qurmaq ölkənin rəqəmsal inkişafını sürətləndirəcək, eyni zamanda milli maraqları və dəyərləri qoruyacaqdır. Gənclər üçün bu mövzuları dərindən öyrənmək və anlamaq çox vacibdir. Xüsusilə gələcəyin dövlət xadimləri kimi bu günün tələbələri rəqəmsal dövlət və suverenlik kimi anlayışları əhatə edən şəraitdə hüququn və idarəetmənin tərkib hissələrini ətraflı bilməlidirlər ki, sabahın çağırışlarına hazır olsunlar. Belə deyək, müasir konstitusiya islahatları və rəqəmsal dövlət anlayışı ilə əlaqədar ilkin ümumi məlumatları bu video daxilində təqdim etməyə çalışdıq. Növbəti videolarda da bu xarakterdə olan və bu belə deyək, bugünkü mövzunun davamı olan məsələlərin işıqlandırılmasına çalışacağıq. Dinlədiyinizə görə minnətdaram. Sağ olun.